Biri bir məscidə gedir, bir gün, 2 gün, 3 gün Allah imtihan edir. Bir nəfəri göndərir, ona əziyyət edir, acı söz deyir. Maşallah, məscidlərimizdə də var belə adamlar. Bu deyir, mən bu məscidə daha getmirəm, küsmüşəm, gedir o biri məscid tapır. Orada mənim üzümə gülsünlər. Onlar mənim üzümə gülsün, mən də onların üzünə gülüm. Görmüsünüz üzündə təbəssüm olan, dırnaq arası əxlaq sahibi möminlər. O özünə qarşı, başqalarına qarşı hiləgərlik eləyir. O sənin ürəyini sındıran, qürurunu sındıran möminə təbəssümlə baxardın. Onun müqabilində təbəssüm göstərərdin, mübarizə aparardın, onda deyərdim. Yoxsa qaç mübarizədən, gedim o yerə ki, hamı mən istəyən kimidir. Odur ki, belə adamlar deyir, cəmiyyət də xarab olub. Bu cəmiyyət heç, o cəmiyyət heç, bu cəmiyyət heç. İstəyir rahat yol tapsın, elə bir yer axtarır ki, hamı bunun istədiyi kimi olsun. Mən demirəm, onu acılayan möminə bəraət vermirəm, o özü cavabını verəcək ki, niyə möminin ürəyini sındırdın, o heç. Amma sən özündən fikirləş ki, mən çətinliksiz niyə yol axtarıram ki, məsələn, filan məsciddə mənə acıladılar, mən daha o məscidə getmirəm. Gedim o yerə ki, hamı mənim üzümə gülsün. Bu rahat yol axtarır Allaha tərəf getməyə. Onu da tapa bilmir.